وَقُلْ جَاءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا. الله أكبر الله أكبر الله أكبر الله أكبر أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول الله أشهد أن محمدا رسول الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح الله أكبر الله أكبر لا إله إلا الله. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد. Əziz, möhtərəm müsəlman qardaşlarım, ilk olaraq özümə və sizə Allahdan qorxmağı tövsiyə edirəm. Allah Taala'nın bizə göndərdiyi kitabı oxusaz görərsiniz ki, Allah Taala Qurani Kərimdə bir çox yerlərdə bizə şükür etməyi əmr eləyir. Və Allah Taala Qurani Kərimdə bizə bildirib ki, kim ki ona şükür eləyəcəksə, Allah Taala onu mükafatlandıracaqdır və həmçinin ona verdiyi nemətləri daha da artıracaqdır. Yox, kim ki ona şükür eləməyəcəksə, Allah Taala onu cəzalandıracaqdır və ona verdiyi nemətləri də azaldacaqdır, əlindən alacaqdır. Allah Taala Qurani Kərimdə buyurur ki: "Və in şəkartum la'azidənnakum və in kəfartum inna azabi leşədid." Buyurur ki, əgər şükür etsəniz, sizə olan nemətlərimi artıraram. Yox, əgər nankorluq etsəniz, bilin ki, mənim əzabım şiddətlidir. Başqa bir ayədə Allah Taala buyurur ki: "Vəşkuru lillahi in kuntum iyyahu ta'budun." Əgər Allaha ibadət edirsinizsə, ona şükür edin. Həmçinin başqa bir ayədə buyurur ki: "Və men yeşkur fe innema yeşkuru li nefsi və men kefara fe innallaha ganiyyun hamid." Buyurur ki, kim şükür etsə, özü üçün şükür etmiş olur.
Yox, əgər kim nankorluq edərsə, bilsin ki, Allah Taalanın onun şükrünə ehtiyacı yoxdur. Allah Taala tərifə layiqdir. Əziz, möhtərəm müsəlman qardaşlarım, insanın yaradılma qayələrindən də biri məhz öz Rəbbinə şükür etməsidir. Bizim hamımız quluq və buna görə də biz hamımız Rəbbimizə şükür eləməliyik. Allah Taala Qurani Kərimdə buyurur ki: "Vallahu axrajakum min butuni ummahatikum la ta'lamun şey'an və ca'ala lekumus-sem'a vel-absara və ca'ala lekumus-sem'a vel-absara vel-af'ida la'allakum təşkurun." Buyurur ki, Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız halda çıxartdı. Cahil çıxardır. Heç birimiz heç nə anlamırdıq. Sonra isə Allah Taala buyurur, sizə qulaq, göz və ürək verən odur. Nəyə görə? Şükür edənlərdən olasınız deyə. Fikir versiniz, şükür edənlərdən olasınız deyə. Məhz insanın yaradılma səbəblərindən də biri Allah Taalaya şükür eləməsidir. Həmçinin, əziz möhtərəm müsəlman qardaşlarım, şükür etmək Allahın rizasını qazanmağa aparan yollardan biridir. Allah Taala Qurani Kərimdə buyurur ki: "Və in təşkuru yardau lekum." Buyurur ki, əgər şükür etsəniz, buna görə sizdən razı qalaram. Buna görə o sizdən razı qalar. Fikir versiniz, əgər biz lazımınca, layiqincə Rəbbimizə şükür eləsək, Allah Taala bizdən razı qalar. Həmçinin, qardaşlar, şükür eləmək insanı Rəbbinin əzabından qoruyur. İnsan nə qədər Rəbbinə şükür eləyirsə, Allah Taala da ona əzab göndərmir. Necə ki, ayələrin birində buyurur ki: "Mə yef'alullahu bi'azabikum in şəkartum və əmentum və kənallahu şakiran alimə." Buyurur ki, şükür etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allahın nəyinə gərəkdir? Allah itaətkar qullarına təşəkkür edəndir, biləndir. Ona görə qardaşlar, biz hamımız çalışmalıyıq ki, Rəbbimizə, Xaliqimizə lazımınca, layiqincə şükür eləyək. Peyğəmbər sallallahu aleyhi və səlləm də daima sahabələrinə Rəbbinə şükür eləməyi tövsiyə edirdi. Hədislərin birində buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm: "Ey Muaz, mən səni sevirəm. Hər namazın sonunda Allahümmə əyinni alə zikrikə və şükrikə və husni ibadətik duasını deməyi tərk eləmə." Mənası budur ki, Allahım, sənə zikr etmək, sənə şükür etmək və gözəl tərzdə ibadət etmək üçün mənə yardım et. Fikir versiniz, Peyğəmbər sallallahu aleyhi və səlləm başda sahabələr olmaqla sonra bütün insanlara nəsiyyət eləyir ki, bu duanı eləyək. Bu duada da nə var? Allahdan istək var. Yəni Allahdan istəməliyik. Daima biz dua eləməliyik ki, Allah Taala bizə müvafiq eləsin. Onu zikr eləməyi, ona şükür eləməyi, ona lazımınca, layiqincə ibadət eləməyi. Daima insan özünə arxayın olmamalıdır. İnsan zəifdir. Daima Rəbbimizdən kömək diləməliyik. Allah Taalanın da qardaşlar bizə verdiyi nemətlər saysız hesabsızdır. Allah Taala Qurani Kərimdə buyurur ki: "Və in ta'uddu ni'metallahi la tuhsuha." Əgər siz Allahın sizə verdiyi nemətləri saysaz, onları sayıb qurtara bilmərsiniz. Vallahi insan yeməsə, içməsə, yatmasa, dincəlməsə, ancaq ömrünü Allahın ona verdiyi nemətləri saymaqla keçirsə, ömrü bəs eləməz. Ömrü bəs eləməz. Adicə nəfəs də alırıq, veririk. Bu da Allahın bizə verdiyi böyük nemətlərdən biridir. Ancaq qardaşlar, şükür təkcə dillə deməklə olmur. Allah Taala hər hansı bir neməti bizə verdisə, əlhəmdülillah dedisə, biz Rəbbimizə həmin nemətə görə şükür etmiş sayılmırıq. Ta o vaxtı Rəbbimizə tam olaraq
şükür etmiş sayılarıq ki, indi sadalayacağım şeylər bizdə cəm olsun. Əgər bu şeylərdən biri bizdə yoxdursa, biz həmin nemətə görə Rəbbimizə lazımı şükür edənlərdən deyilik. Demək, kim neməti adi şey kimi qəbul eləyərsə, həmin nemətə görə Rəbbinə şükür etmiş sayılmır. Sonra kim nemətin, yəni ona verilmiş şeyin nemət olduğunu dərk eləyir, ancaq onu verəni tanımazsa, həmin nemətə görə şükür etmiş sayılmır. Kim neməti bilərsə, onu verəni tanıyarsa, lakin neməti onun verdiyini inkar eləyərsə, həmin nemətə görə şükür etmiş sayılmır. Kimsə deyə bilər ki, mən bacarıqlıyam, fərasətliyəm, özüm qazanmışam, əziyyət çəkmişəm, həmin nemətə görə Rəbbinə şükür etmiş sayılmır. Kim neməti bilərsə, onu verəni tanıyarsa, onu, həmin neməti Allahın verdiyini inkar eləmərsə, lakin onun əmrlərini yerinə yetirməzsə, yəni ona tabi olmazsa, həmin nemətə görə şükür etmiş sayılmır. Özü özlüyündə ola bilsin, sən özünü şükür edən bir bəndə kimi hesab eləyəsən. Ancaq Rəbbinin qarşısında bu heç də belə deyildir. Həmçinin qardaşlar, kim neməti bilərsə və onu verəni tanıyarsa, həmin neməti onun verdiyini inkar eləməzsə, ona tabi olarsa, ancaq onun verdiyi o nemətdən razı qalmazsa, sevməzsə, həmin nemətə görə Rəbbinə şükür etmiş sayılmır. Razı deyil. Mən 2 otaqlı yox, 5 otaqlı ev istirdim, 2 otaqlı qismət oldu mənə. Allah Taala mənə 2 otaqlı verdi. Razı deyil. Həmin nemətə görə demək, şükür etmiş deyil həmin insan. Həmçinin qardaşlar, kim neməti bilərsə, onu tanıyarsa, onu Allahın verdiyini inkar eləməzsə, Allaha tabi olarsa, ondan razı olarsa, sevərsə, ancaq həmin neməti Allah yolunda istifadə eləməzsə, həmin nemətə görə şükür etmiş sayılmır. Ona görə bu 6 şey hökmən cəm olmalıdır, şükürdə cəm olmalıdır. Ta onda sən Allaha lazımı şükür etmiş sayılısan. Demək, birinci, neməti bilmək. İkinci, onu verəni tanımaq. Üçüncü, nemətin onun verdiyini etiqad eləmək. Dördüncü, neməti verənə tabi olmaq. Dediklərini yerinə yetirmək. Qadağan elədiyi şeylərdən çəkinmək. Əmirlərini yerinə yetirmək. Qadağan elədiyi şeylərdən çəkinmək. Beşinci, onun verdiyi şeylərə görə razı qalmaq, onu sevmək. Altıncı daş ki, verdiyi nemətləri onun yolunda istifadə eləmək. Bu 6 şey kimdə cəm olarsa, həmin insan, həmin nemətə görə Rəbbinə şükür etmiş sayılır. Baxın Allahın bizə verdiyi nemətlərə. Saysız, hesabsızdır qardaşlar. Ancaq bu günlərim mən sizə Allahın verdiyi nemətlərdən birinə toxunmaq istəyirəm. O da demək olar ki, çoxumuzda olan maşın nemətidir. Çoxumuz bu nemətə adi bir şey kimi baxırıq. Ancaq əslində bu heç də belə deyildir. Allah Taala Qurani Kərimdə buyurur ki: "Vəl-ən'amə xalaqaha lakum fiha dif'un və manafi'un və minha ta'kulun və lakum fiha cemalun hina turihun və hina turihun və hina tasrahun və tahmilu athqalakum ila baladin lam takunu balighihi illa bi shiqqil anfus inna rabbakum laraufur rahim vel-bigala وَالْخَيْلَ وَالْبِغَالَ وَالْحَمِيرَ لِتَرْكَبُوهَا وَزِينَ وَيَخْلُقُ مَا لَا تَعْلَمُونَ Buyurur ki, mal qaranı da o yarattı. Onlarda sizin üçün istilik və başqa faydalar vardır. Həmçinin onlardan yeyirsiniz. Mal qaranı axşam tövləyə, oradan tövlədən çıxartdıqda, səhər çölə buraxdıqda onlara baxıb fərəhlənirsiniz. Onlar yüklərinizi özünüzün çətinliklə onlar yüklərinizi
özünüzün çətinliklə apara biləcəyi yerlərə aparırlar, daşıyırlar sizin üçün. Həqiqətən də Rəbbiniz şəfqətlidir, rəhimlidir. Atları, qatırları və uzun qulaqları sizə həm minik, həm də zinət olsun deyə Allah Taala yaratdı. O sizin hələ bilməyəcəyiniz bir çox şeylər də yaradacaqdır. Fikir verin ayəyə. Allah Taala burada miniyin faydasından danışır. Onlara baxıb fərəhlənirsiniz. Ağır yüklərinizi onlar daşıyır. Onlarda sizin üçün istilik, yəni dərilərindən paltar geyinirik. Nə qədər faydalar var. Sonra isə ayənin axırında buyurur ki, Allah Taala sizin hələ bilməyəcəyiniz bir çox şeylər yaradacaqdır. Bu o dövrün insanlarına aid idi ki, onlar bilmirdilər ki, Allah Taala bizə verdiyi miniklərdən onlara verməyib. Onların xəbəri yox idi ki, Allah Taala bu nemətləri bizə verib. Yəni bu cürə nemətlər yaradıb. Hələ keçmiş zamanda olan minik nemətinə fikir verin. Allah Taala görün nə qədər faydalar sayır ki, insanlar üçün faydalar var. Əziyyətlə hardan hara, nə qədər məsafəni miniyin üzərində və yaxud da piyada gedirdilər. Əziyyətlə, yorğunluqla, nə qədər uzun məsafəyə, ancaq indi fikir verin. Görün Allah Taala bizim üçün necə asanlaşdırıb. Allah Taala bu neməti Quran-ı Kərimdə bizə xatırladır. Səbəb də nədir? Nəyə görə xatırladır? Qeyd eləyəcəm. Başqa bir ayədə buyurur ki, وَعَلَيْهَا وَعَلَى الْفُلْكِ تُحْمَلُونَ Həm onların, həm də gəmilərin üzərində bir yerdən başqa yerə daşınırsınız. Nemətdir. Özümüz belimizdə daşımırıq veşlərimizi. Minimizin üzərində rahat daşıyırıq. Həmçinin Allah Taala başqa ayədə buyurur ki, وَالَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا وَجَعَلَ لَكُم مِنَ الْفُلْكِ وَالْأَنْعَامِ مَا تَرْكَبُونَ لِتَسْتَوُوا عَلَى ظُهُورِهِ ثُمَّ تَذْكُرُوا نِعْمَةَ رَبِّكُمْ إِذَا اسْتَوَيْتُمْ عَلَيْهِ قُولُوا سُبْحَانَ الَّذِي سَخَّرَ لَنَا هَذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ وَإِنَّا إِلَى رَبِّنَا لَمُنْقَلِبُونَ Buyurur ki, o bütün canlıları cüt yarattı. Mindiyiniz gəmiləri və heyvanları yaratdı ki, onların belinə qalxıb yerləşdiyiniz zaman, fikir verin ayə, onların belinə qalxıb yerləşdiyiniz zaman Rəbbinizin nemətini yadınıza salıb deyəsiniz. Duanı deyir. Sonra Subhanəl-ləzi səxxərə lənə həzə və mə kunnə ləhu muqrinin və innə ilə Rabbinə ləmunqalimun. Bunu sizə ram edən Allah paktır, müqəddəsdir. Yoxsa buna bizim gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. Fikir verin. Allah Taala bəyan elədi bu ayədə ki, nəyə görə? Şükür edəsiniz deyə. Şükür edəsiniz deyə və deyəsiniz bu duanı. Çoxumuz bu duanı bilmirik. Görürsən, bilənlərin də əksəriyyəti maşına oturduqda, neməti oturduqda yadından çıxardır. Baxırsan ki, Allah Taala ona necə bahalı nemət verib. Maşına oturur. Allahın şükür etmək üçün ona öyrətdiyi duanı bilmir, minik duasını. Və yaxud da bildikdə o nemət ona nemət kimi gəlmədiyinə görə o dua belə yadından belə çıxır. Ancaq Allah Taala buyurur ki, şükür edəsiniz deyə, verdiyi nemətə görə. Əgər biz duanı bilmiriksə, əgər biz duanı yadımızdan çıxardırıqsa, biz necə həmin nemətə görə Rəbbimizə şükür edə bilərik? Ayələrə fikir verdiniz, görün Allah Taala keçmişdə olan insanlar üçün bu köhnə minikləri necə nemət sayır? Allah Taala bizə onlardan yaxşı minik verib. Onların ağlına gəlməyəcəyi miniyi bizə verib. Yaxşı, biz onlar qədər şükür edirikmi? Onlar həmin miniklə istədikləri hansısa bir ölkəyə, bir aya, 2 aya gedirdilər. Ancaq biz otururuq minimizdə, maşınımızda istədiyimiz onların 1 aya, 2 aya getdiyi məsafəni
bir günə, 2 günə rahat minikdə gedirik. Və yaxud da təyyarə ilə 1 saata gedirik. Özündə getdikdə də necə gedirik? Rahat otururuq. İstilik, soyuqluq sistemi əlimizin altında. Əziyyət çəkmədən gedirik. Yaxşı, bu nemətə görə Rəbbimizə şükür edə bilirikmi, qardaşlar? Görün, bizdəkilərdən öncə olan insanlar, sahabələr, sələf-i salih bu miniyə görə necə Rəblərinə şükür edirdilər? Ancaq biz isə bu nemətə görə Rəbbimizə şükür edə bilirikmi? Əgər şükür etmək istəyiriksə, bu 6 şey özümüzdə cəm olmalıdır. Bayaq saydığım şükürdə olan 6 şeyi özümüzdə cəm eləməliyik. Qardaşlar, kimdə maşın varsa, hərdən maşınını saxlasın, gedəcəyi yerə piyada, avtobusla, metro ilə getsin. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, özünüzdən yuxarı olanlara baxmayın, özünüzdən aşağı olanlara baxın. Nə qədər insanlar vardır ki, sənin mindiyin o maşına həsrətdirlər. Allah Teala onu sənə verib. Ona görə sən də onun nemət olduğunu dərk eləyəsən deyinə, piyada get, metro ilə get, maşınla get və həmin sənə verdiyi neməti xatırla. İnşallah ki, bu sənə şükür etməyə kömək eləyər. Həmçinin qardaşlar, bu nəyə görə lazımdır? İnsan bir nemətin üzərində davamlı olaraq qaldıqda o onun üçün adiləşir. Adiləşir. Ona görə hərdən neməti tərk elə ki, o nemətin qədrini biləsən. Elə düşünmə ki, əlhəmdülillah pulum var, almışam. Allah Teala mənə bu pulu verib, nəsib eləyib almışam. Niyə görə mən piyada getməliyəm? Niyə görə mən metroda, avtobusla getməliyəm? Elə deyil. Allah Teala istəsə sənin o malını, mülkünü bir göz qırpımında tələf eləyər. Allah Teala Quran-ı Kərimdə bizə Qarunu misal çəkir. O Qarun ki, onun təkcə xəzinələrinin açarını 70 pəhləvan daşıyırdı. 70 pəhləvan təkcə xəzinələrin açarlarını daşıyırdı. Allah Teala bir göz qırpımı, bir gecədə onun mal mülkünü yox eləyir. Dünən onun kimi olmaq istəyənlər bugün deyirlər ki, Allaha çoxlu şükürlər olsun ki, Allah Teala bizi onun kimi yaratmayıb. Ona görə qardaşlar, heç bir malva, mülkva arxalanma. Allah Teala'nın sənə verdiyi o neymətə görə şükür elə. Baxma ki, məndəki neymət adi neymətdir, adi maşındır, filan kəsə bax. Verdiyi maşına bax, Allah Teala'nın necə bahalıdır, necə rahatdır və s. Mənimki nədir ki onun yanında? Elə deyil. Özündən aşağı olanlara bax. Gör nə qədər insanlar vardır ki, həmin o sənin oturduğun, rahat getdiyin miniyə həsrətdirlər. Allah Subhanahu Taala'dan istəyirəm ki, bizi bu neymətə görə və həmçinin başqa neymətlərə görə lazımı şükür edənlərdən eləsin. Amin. Çox insanlar Rəblərinə şükür eləmirlər. Edənlərin də əksəriyyətinə baxırsan ki, layiqincə Rəblərinə şükür eləmirlər. Ona görə Allah Teala Quran-ı Kərimdə buyurur ki, və qalilun min ibadiyyəş-şəkur, qullarımdan az qismi mənə lazımınca şükür edir. Ona görə Allah Subhanahu Taala'dan istəyirəm ki, bizi də məhz o az qullarından eləsin, hansı ki, layiqincə, lazımınca Allaha şükür edirlər. Aqulu hədə və astəğfirullah li və ləkum və li cəmiyil musliminə min kulli zəm. Estağfiruhu innehu vel gafurur rahim. İnnel hamdülillah ve salatu ve selamu ala Rasulillah ve ala alihi və sahbihi və men və alə. Əmmə bəd. Əziz, möhtərəm müsəlman qardaşlarım, bayaq qeyd elədik ki, hər hansı bir neymətə görə şükür eləmək üçün bu 6 şey bizdə cəm olmalıdır. 6 şeyin 6-cısı da o edir ki, həmin Allah Taala'nın sənə verdiyi neyməti onun yolunda xərcləyəsən, onun yolunda sərf eləyəsən.
maşın miniyini də biz Allah yolunda istifadə eləməliyik ki, onun şükrünü vermiş sayılaq. Nə qədər ki, biz bu nemətə görə şükür eləsək də, ancaq Allah yolunda həmin neməti sərf eləməsək, vallahi ki, Allaha layiqincə şükür edənlərdən deyilik həmin nemətə görə. Həmin o altıncısı o idi ki, həmin o neməti Allah yolunda sərf eləyəsən. Əgər hansısa birimiz maşında oturmuşuqsa, hər hansı bir yerə rahat, əziyyət çəkmədən gediriksə, haram şeyi qoyub qulaq asırıqsa, biz necə Rəbbimizə şükür edə bilərik? Həmin nemətə görə necə Rəbbimizə şükür edə bilərik? Demək, sən həmin neməti Allah üçün sərf eləmirsən. Haram şeyi qoymusansa, necə Rəbbinə şükür edə bilərsən? Musiqi və yaxud da ona bənzər şeyləri qoyub gedirsən. Hansı ki, sən Quran və yaxud da faydalı dərslər qoyub Rəbbinə onunla yaxınlaşmalısan. Əgər sən haram şeyi qoyub şükür edirsənsə, sən Rəbbinə şükür etmiş sayılmırsan. Ona görə qardaşlar, bu şeyə diqqət eləməliyik. Diqqət eləməliyik ki, Allah Taala bu şeyi bizə veribsə, o demək deyil ki, təkcə mən bunu haram yerlərə sürməməliyəm. Yox, halal yerə sürdükdə belə halal şeylərdən istifadə eləməlisən. Haram şeylərdən çəkinməlisən. Həmçinin qardaşlar, Allah Taalanın bizə verdiyi nemətlərin özümüzə məxsus olduğunu iddia eləyə bilmərik. Bəli, Allah Taala bu maşın nemətini sənə verib, sənin mülkündür. Ancaq sən ona tam sahib deyilsən. Deyə bilmərsən ki, bu mənim mülkümdür, yandırıram, geçsin, özüm bilərəm. Heç kəsə adiyyəti yoxdur. Yox, sən Allah qabağında sabalarım bu nemətə görə cavab verəcəksən. Çünki sən onun əsl sahibi deyilsən. O mülk tam olaraq sənə məxsus deyil. Ona görə sən Rəbbinə cavab verəcəksən. Bu nemətin qədrini bilmək üçün, bu neməti şükür etmək üçün şərtlərdən də biri odur ki, o maşını bərk sürməməlisən. Bərk sürdükdə sənin o neməti tələf etmək ehtimalın böyükdür. Malına israf eləyirsən, ehtimal böyükdür. Avariya eləyəsən, malın tələf olsun, canıma nəsə gəlsin. Allah Taala buyurur ki, özünüzü təhlükəyə atmayın. Bərk sürmək də özünü təhlükəyə atmaqdır. Olmaz. Çəkinmək lazımdır. Sən Allah qabağında cavab verəcəksən bu nemətə görə. Alimlər müəyyən hədd təyin eləyiblər. Şeyx İbn Baz rahimehullah buyurdu ki, 120-dən artıq sürmək olmaz. Çoxları görürsən Şeyx İbn Baz'a irad tuturlar. Birincisi, biz Şeyx İbn Baz dərəcəsində ola bilmərik. İkincisi də ki, Şeyx İbn Baz rahimehullah bu həddi özündən deməyib. O da mütəxəssisləri yığıb. Onlarla məsləhət eləyib. Ondan sonra bu qərara gəlib. 120-yə qədər sən maşını idarə edirsən. 120-dən sonra isə maşın səni idarə edir. Ona görə əksər alimlər bərk sürürsənsə, avariya eləyib ölsən, buyururlar ki, Rəbbinin huzuruna özünə qəsd etdiyin şəkildə qalxacaqsan. Ona görə qardaşlar, çəkinmək lazımdır. Həmçinin ola bilsin sən bərk sürəsən, başqasına da xələl gətirəsən. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, hər bir müsəlmanın qanı, malı sizə haram edilmişdir. Sən ola bilsin kiminsə malına, kiminsə canına xələl gətirəsən və ona görə də Allah qabağında cavab verəsən. Düzdür. Bu az surətdə də ola bilər. Ancaq nə qədər surət çoxalırsa, bu şey ehtimal böyüyür. Surət bəkdən sürürsənsə, artıq sənin idarə etməyin zəifləyir. Təkər çıxa bilər, təkər boşala bilər və yaxud da qabağıma bir maneə çıxa bilər. Özünə arxain olmamalısan, dəmirdir o. Hər bir şey ola bilər. Sabah Allah qabağında nə cavab verəcəksən? Təsəvvür eləyin, təkcə 2012-də Azərbaycanda yol qəzasından ölən və yaralananların sayı 3000-dən çoxdur. İndi bu hələ rəsmi açıqlamadır. İndi Allah bilir nə qədərdir. Ancaq son 10 ildə
Dünyada maşın qəzalarından ölən və yaralananların sayı 4 milyondan çoxdur. 4 milyondan çoxdur. Əksəriyyətin də səbəbi nədir? Surət. İkinci bir səbəb də nədir? Mobil telefonlar. Amerikada baxdım ki, avariyaların 70%-i bu günlərim Amerikada telefonların səbəbinə görədir. Ona görə sən maşın sürürsənsə, telefonla danışırsansa, avariya edirsənsə, məsuliyyət sənin boynuvadır. Və yaxud da bəzi alimlərdən görürsən ki, deyiblər ki, maşın sürə-sürə mesaj yazmaq belə haramdır. Nəyə görə? Tam olaraq sənin fikrini yandırır. Ona görə qardaşlar, bu şeyə diqqət eləmək lazımdır. Həmçinin yığırsansa, qardaşın götürmürsə, üzr qazandır ki, inşallah ki, onun üzrü var, maşın sürür və yaxud da başqa səbəblərə görə götürmür. Lazım deyil ki, deyəsən ki, yox, qardaşıma hökmən cavab verməliyəm. Müsəlman üzərində borcu nədir? Qardaşa üzr qazandırmalıdır. 70 dənə üzr, ən aşağısı. Hətta üzr tapa bilmisənsə, sələflər necə deyərdilər? Qardaşımın üzrü var, ancaq mən bilmirəm. Ona görə həmən zənnə qapılma ki, özü qəsdən telefonu götürmür. Ona görə qardaşlar, maşın sürəndə telefonla danışmaqdan uzaq olmaq lazımdır. Çünki ola bilsin yaxşı sürürsən, ola bilsin hər şeyə riayət edirsən, ancaq telefonla danışırsansa, avariya eləsən, məsuliyyət sənin boynuvadır. Allah qabağında buna görə cavab verəcəksən. Həmçinin qardaşlar, dediyim kimi, başqasına da zülm etmiş ola bilərsən, vura bilərsən adamı, maşınına xələl gətirə bilərsən, hamısı zülmdür. Ona görə qardaşlar, bu neymətdən elə istifadə eləməliyik ki, ona görə sabahlarım Allah qabağında nankorlardan olmayaq, bu neymətə görə naşükür kimi qalxmayaq. Həmçinin qardaşlar, o maşın sürdükdə yollara qoyulan işarələrdir, onlara riayət eləmək lazımdır. Harada olursan ol, riayət eləməlisən. Onlar məhz biz insanların məsləhəsi üçün qoyulan işarələrdir. Ona görə qardaşlar, hamımız çalışmalıdır ki, buna riayət eləyək. Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Ya eyyuhellezine amenu atiyullah və atiyur rasul və ulul emri minkum." Ey iman gətirənlər, Allaha və onun peyğəmbərinə, özünüzdən olan ixtiyar sahiblərinə itaət edin. Yəni necə? Əgər bir qadağa qoyublarsa, o qadağanın da şəriətə heç bir müxalifliyi yoxdursa, riayət eləməlisən. Yola qoyulan işarələr ki, yoxdur. Alimlərin hamısı deyir ki, böyük alimlərin, onların şəriətə heç bir müxalifliyi yoxdur. İşıqfordur. Gəlmisən, dayanmalısan. Kəmərdir, buyurulub, taxmalısan. Və yaxud da başqa işarələr, hamısına riayət eləməliyik. Nə qədər ki, pozuruqsa, kameralar çəkməsə belə, biz Allah qabağında həmin şeyə görə məsuliyyət daşıyırıq. Allah Subhanahu Taala'dan istəyirəm ki, bizi eşidib faydalananlardan eləsin. Bu neymətə görə də, başqa neymətə görə də bizi şükür edən bəndələrindən eləsin. Allah Subhanahu Taala'dan istəyirəm ki, bizi cənnətdə də bir eləsin. Allah Subhanahu Taala'dan istəyirəm ki, bizi cənnətə sorğu sualsız girənlərdən eləsin və Peyğəmbər sallallahu aleyhi və səlləmlə bir olanlardan eləsin.